Salam əziz dinləyicilər, hər birinizi xoş gördük. Bugün biz MİQ və sertifikasiya imtahanı üçün MİQ və sertifikasiya imtahanına hazırlaşan müəllimlər üçün bir sınaq hazırlamışıq və bu sınağın izahını sizlərlə bölüşürük. Ümid edirəm ki, hər kəs üçün faydalı sınaq izahı olar. Gəlin birinci suala keçid edək. Hadisə və nəticə əlaqələrinin doğru verildiyi cavabı müəyyən edin. İlk öncə Bərdə döyüşünün baş verməsini qeyd edək. Bərdə döyüşü 1492-ci ildə baş vermişdir. Baysunqurun qələbə qazanması yox, burada qələbə qazanan Rüstəm, Baysunqur isə məğlub olmuşdur. Birin üzərindən xətt çəkəcəyik. 2-də qeyd olunur ki, soyurqal mülklərinin paylanması, mərkəzləşmə siyasətin uğurla həyata keçirilməsi. Burada mərkəzləşmə siyasəti uğurla həyata keçirilə bilməz, çünki soyurqal mülklərinin paylanması mərkəzləşmə siyasətinə mane olurdu. 2-nin üzərindən də xətt çəkirəm. Deməli, burada 1 gedir, 1 gedir, 2 gedir və 2 gedir. Geri qalan cavab 3, 4, 5-dir. Gəlin baxaq 3-ə. 1-ci İbrahim Əsəd döyüşündə Sultan Əhmədə dəstək verməsi Qaraqoyunlularla Şirvanşahlar arasında Kür döyüşünün baş verməsi ilə nəticələnmişdir. Doğrudur. 1-ci İbrahim Şərqi Gürcüstanı ələ keçirməsi Qaraqoyunlularla münasibətləri pisləşdi nəticədə. Bu da doğrudur. Qızıl Ordu xanların Təbrizə elçilər göndərməsi Ağqoyunlu dövləti ilə Moskva knyazlığı arasında ittifaq baş tutmamışdır. Bu da doğrudur. Növbəti suala diqqət yetirək. Növbəti sualda qeyd olunur ki, 1-ci Axistan və 3-cü Fəribrüz üçün oxşar cəhəti müəyyən edin. Xarəzmşahlarla hərbi ittifaqın yaradılması qeyd olunur. 1-ci Axistan dövründə Xarəzmşahlarla diplomatik münasibətlərin qurulduğu qeyd edilmişdir. Lakin 3-cü Fəribrüz Xarəzmşahlardan asılılığı qəbul etmişdir. Hərbi ittifaq biz heç birində görmürük. İraq Səlcuq Sultanlığı ilə münasibətlər qurulması bu 1-ci Axistana aiddir, 3-cü Fəribrüzə aid deyil. Ən pis halda düşünə bilərik ki, Səlcuq Sultanlığı 1194-də süqut edib, 3-cü Fəribrüz isə hakimiyyətdə 1225-1243-də olmuşdur. 1225-1243, bəli. İdarə etdikləri dövlət yadelli hücumuna məruz qalması bu doğru cavabdır. Hansı ki, 1-ci Axistan dövründə Slavyanlar, 3-cü Fəribrüzün dövründə Monqollar və Xarəzmşahlar hücum etmişdir. Monqollara qarşı mübarizə Axistana aid deyil, paytaxtın başqa şəhərə köçürülməsi Axistana aiddir, 3-cü Fəribrüzə aid deyil. Suala baxırıq. 4-cü sualda gördüyümüz bu bir ərazisi 2 çay arasıdır, hansı ki Mesopotamiya ərazisidir, 2 Misirdir, 3 də Yunanistandır. Eradan əvvəl 3-cü minillikdə vahid dövlətdə birləşdirilmişdir dediyimiz ərazi məhz 1-dir. Yəni Akkadlar 2 çay arasını vahid şəkildə birləşdirmişdilər, sonra Hammurapi 2 çay arasını vahid şəkildə birləşdirir. Eradan əvvəl 5-ci əsrdə şəhər dövlətləri arasında müharibə baş vermişdir. Bu 431-404-cü il aid olacaqdır Yunanistandakı Afina və Spartaya. Daha sonra diqqət yetirək. Burada qeyd olunur ki, eradan əvvəl 6-cı əsrdə Əhəmənilərin hərbi yürüşlərinə məruz qalmışdır. Burada cavab olacaqdır. Bu Misrə aiddir. Pelusiya döyüşünü bura misal gətirə bilərik. Davam edək və beləliklə 3-ə də olacaqdır. İdeaya baxırıq. Eradan əvvəl 2-ci minillikdə yadelli işğalına məruz qalanda olmuşdur Yunanistan. Hansı ki, Dorilər gəlir, Lakonika vilayətini ələ keçirək. Burada Sparta şəhər dövlətini yaratmışdır. Deməli, 1-ə A, 2-yə C, 1-ə A, 2-yə C, 3-ə də burada B və D olmalıydı. Y variantı olacaq. Növbəti suala baxırıq. Qaraqoyunlu hökmdarı Qara Yusif və Cahanşaha aid olanları seçin deyir. Qara Yusif hakimiyyəti dövrü hökmdar kimi 1410-dan 1420-ci ilə qədərdir. Bəli, 20-ci ilə qədər. Cahanşah hakimiyyətdə olmuşdur 1436-dan 1447-ci ilə qədər hakimiyyətdə, 1467-yə qədər hakimiyyətdə olmuşdur. 67. Daha sonra biz burada diqqət yetirəcəyimiz məqam nədir? Teymurilərin məğlub edilməsi bu hökmdar dövrünə aid deyil. Feodal hakimliyi dövründə Qara Yusif deyir ki, Teymuriləri məğlub etmişdir. Hökmdar dövründə biz bunun şahidi olmuruq. Cəlaliri Sultan Əhmədin məğlub edilməsi. Cəlaliri Sultan Əhməd məğlub edilmişdir. Lakin bu hökmdar dövründə deyildi. Feodal hakimi kimi o Cəlaliri Sultan Əhmədi məğlub edərək dövlət yaratmışdır. Burada doğru cavab 1-ə C olur. Şirvanşahlar dövləti üzərində 1412-də qələbə qazanmışdır.
Cahanşah Teymurilərin vassalı olub. Ta 1436-dan 1447-yə qədər 2-yə D-ni götürürük. Digər variantlara da diqqət yetirik. Teymurilərə təzminat ödəməsi. Teymurilər Cahanşaha təzminat ödəmişdir, hansı ki Əbu Səid ödəmişdir. Hansı ki o Cahanşah hətta Heratı belə 1458-də tutmuş, sonradan isə təzminat alaraq geri qayıtmışdır. Çünki oğlanları deyir qiyam qaldırmışdı. Muş döyüşündə qələbə qazana bilmir. Burada Uzun Həsən qalib gəlir və beləliklə doğru cavab 1C, 2D olacaq. D bəndi. Növbəti suala baxırıq. İrəvan xanı Hüseynəli xan və Qubalı Fətəli xan üçün oxşar və fərqli cəhətləri müəyyən edin. İkinci İrakli ilə mübarizə aparması hər ikisinin oxşar cəhətidir. Xanlığın ikinci hökmdarı Qubalı Fətəli xandır. Bu aiddir. Hüseynəli xan, İrəvan xanı Hüseynəli xan ikinci xan deyil. İkinci xan hardası olmalı? Həsənəli xan Qacar. Quba xanlığına yürüşlər təşkil edən Qubalı Fətəli xandır. Qızılqaya xəyanətində iştirak edən heç biridir. Rusiya imperiyasına münasibətlər quran bir dəqiqə. 1-ə B-si. Rusiya imperiyasına münasibətlər saxlaması. Burada Rusiya ilə əlaqələr saxlayan Qubalı Fətəli xan olmuşdur. Hətta Rusiya 2-ci Yekaterina köməyi ilə geri qayıtmışdır. Lakin bunu variantlarda qeyd etməmişik. Gürcü çarlığına xərac ödəməkdən imtina etməsi İrəvan Hüseynəli xan idi. Hansı ki Kərim xan Zəndin təkidi ilə İrəvan Gürcülərə xərac ödəməkdən imtina etmişdir. Və belə. Deməli 1-ə D, 2-yə B, 1-ə F daha doğrusu, 1-ə F, 2-yə B isə 3-ə A variantı. Növbəti suala baxırıq. 7-ci sualda aşağıdakı xüsusiyyətlərdən heç birinin aid olmadığı ölkəni müəyyən edin. 19-cu əsrin 40-cı illərdə respublika elan olunub. Yəni 1848-1852-ci il bu Fransada, 48-də elan edilir. Fransanın üzərindən bir xətt. 20-ci əsrin 50-ci illərində iqtisadi möcüzələr dövrü Konrad Adenauer Almaniyadır. Ölkənin baş naziri 2-ci Dünya müharibəsindən sonra soyuq müharibənin başlanğıcını qoyan dəmir pərdə ifadəsini işlədən Churchill İngiltərədir, Böyük Britaniya. ABŞ yazıcısı Ernest Hemingway'nin Zənglər kimin üçün çalınır romanı bu ölkədə vətəndaş müharibəsindən bəhs edir, yəni İspaniyadan. Yerdə qalır 5, yəni İtaliya, Y bəndi. Növbəti suala baxıram. Enozis cəhdinə qarşı Türkiyənin adaya qoşun yeritməsi 1974, Konstitusiya Məhkəməsi 1961, Karib Böhranı 1961, Bandung Konfransı 1955 və Tiananmen hadisələrin baş verməsi 1989. Burada əlbəttə ki 4-dən 1 yerini dəyişəndə xronoloji ardıcılıq düz gəlir. 1 və 4 olacaq. 20-ci əsrin 1-ci yarısında Şimali və Cənubi Azərbaycan tarixi üçün oxşarlıqları müəyyən edin. İlk öncə 20-ci əsrin əvvəlləri 1-ci yarısında Azərbaycanda həm də Azərbaycan Xalq Cümhuriyyətidirsə, Azərbaycan Xalq Cümhuriyyətində konstitusiya ümumiyyətlə qəbul edilməyib. Konstitusiya yoxdur 20-ci əsrin 1-ci yarısında Şimali Azərbaycanda. Həmçinin Cənubi Azərbaycanda var idi. Hansı ki bu 1905-ci ildə qüvvəyə minmişdir. Daha sonra 1905 bəli. Daha sonra davam edək. 1905 yox, 1906 üzr istəyirəm. Bu belə. Bu Cənubi Azərbaycana aiddir. Milli Bankın yaradılması, bəli, həm bizdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə, Cənubi Azərbaycanda da Xiyabani Milli Hökumətində, bəli, Milli Bankların yaradılması var. İlk teatr binasının tikilməsi. İlk teatr binası bilirik ki, biz tikilmişdik 1883-də Şimali Azərbaycanda. Ən azı buradan 4-ü çıxacağıq, buradan 4-ü elə çıxdıq. Konstitusiya dedik ki, yoxdur. 6-nı da çıxırıq. 6 burada görünmür. Aqrar qanunun qəbul edilməsi. İlk öncə aqrar qanun Şimali Azərbaycanda, Azərbaycan Xalq Cümhuriyyəti dövründə aqrar qanun qəbul edilə bilməmişdir. Buna diqqət yetirək. Ona görə 3-ün üzərindən xətt çəkirik. Növbəti baxırıq. Müəssisə və təşkilatlarda Azərbaycan dilindən istifadə edilməsi. Bəli, həm Azərbaycan Xalq Cümhuriyyəti, həm də AXC Xiyabani dövründə Azərbaycan türk dilindən müəssisə və təşkilatlarda istifadə edilirdi. Burada 2 ilə 5 doğru cavab olacaq. Və dövlət torpaqlarının kəndlərə satılması haqqında qanunun qəbul edilməsi. Bu Cənubi Azərbaycanda dövlət torpaqlarının satışa çıxarılması var idi 1886-cı ildə. Ona görə bu da 19-cu əsrdir, 20-ci əsrin 1-ci yarısına aid olmayacaq. 10-cu sualda deyir, doğru cavabı müəyyən edin. Baxırıq biz 4-cü İvanın hakimiyyəti dövrünə.
Deməli, biz burada hansı məqama diqqət yetirməliyik? Davam edək. Deməli, 4-cü İvanın hakimiyyəti dövrü biz 1533-cü ildən 1584-ə qədər götürürük. 4-cü Gözəl 1285-ci ildən 1314-ə qədər hakimiyyətdə olmuşdur. Və ən əsas məsələ, biz gəlirik, burada qeyd etməliyik 11-ci Ludovikin hakimiyyəti dövrünü. 11-ci Ludovikin hakimiyyəti dövründə, hansı ki biz bilirik ki, onun dövründə ölkədə mərkəzləşmə prosesi başa çatmışdır. Hakimiyyətdə də 1461-ci ildən 1483-cü ilə qədər hakimiyyətdə olmuşdur. İndi baxaq, Sibir xanlığının işğalı 1598-dir, hansı ki 4-cü İvandan sonra idi. Qazan və Həştərxan xanlıqlarının işğal edilməsi bu 1552-dir, bu düşür 1-1. Uqra görüşü 1480 onun dövrünə düşməyəcəkdir, bu düşür 3-cü İvanın dövrünə, seyini çıxırıq. Vahid Rus dövlətinin yaradılması, bu da 3-cü İvandır. Beləliklə doğru cavab 1-B oldu. Daha sonra baxırıq, 4-cü Gözəl Filip Flandriyanı birləşdirməyə cəhd edibdir. Bunun üzərinə xətt çəkirik. Vergiləri artırmışdır. Bəli, vergiləri artırır ki, Flandriya uğrunda gedən mübarizədə xəzinə dil boşalmışdır. 2-yə burada B variantı olacaqdır. Və ən əsası təbəqələrin dəstəyini qazanmağa çalışmışdır. Bəli, 1302-ci ildə baş ştatları çağırır. 2-yə B-si. Böyük azadlığa xartiyası Fransada yox, İngiltərədə idi. 1215 bunun üzərinə xətt çəkirik. 11-ci Ludovik ölkənin birləşdirilməsi başa çatmışdır. 3A doğrudur. İllik vergi tətbiq edilmişdir. Bu da doğrudur. Etiqad azadlığı haqqında qanun yoxdur. Burbonlara mənsub deyil. Burbonlar sülaləsinə mənsub deyildi. Doğru cavab burada 1B, 2-yə B isə 3-yə AB, yəni Y bəndi olacaq. 11-ci suala diqqət yetirək. 11-ci sualda Qarabağ Dirçəliş Fondunun yaranması 2021-ci ilin yanvar ayıdır. Sonra deyir ki, Dövlət Başçısı və 1-ci vitse-prezident Mehriban Əliyevin iştirakı ilə Xocalı şəhərində Xocalı soyqırımının şərəfinə memorial abidə kompleksinin təməli qoyması 2024-cü il fevral ayının 26-sı. Qarabağın üzük qaşı adlanan Şuşa şəhərinə 20 ailənin yeni mənzillərlə təmin edilməsi 2024-cü il may ayının 8-i. Sonra burada bərpa edilmiş və yenidən qurulmuş Xankəndi stadionunda Qarabağ və Moik komandaların iştirakı ilə futbol üzrə Azərbaycan Kubokunun 8-1 final maçının keçirilməsi 2023-cü ilin dekabrın ayının 21-i. Lokal xarakterli antiterror əməliyyatı 2023 19-20 sentyabr. İndi daha sonra baş verən hadisə burada hansı olacaqdır? Əlbəttə ki 2024 fevral C bəndi olacaqdır. May ayıdır. 2024 may ayının 8-də 20 ailənin yeni mənzilə təmin olunması. Burada baxırıq, deyir, Həsən Əli xan doğru fikirləri müəyyən edin. Bax, burada Həsən Əli xan Qacar tərəfindən Sərdar sarayının tikilməsi bu doğru fikir deyil. Məazir Sultani əsərinin müəllifi biz deyirik ki, olacaqdır Əbdülrəzaq Dümbili. Bunun üzərinə xətt çəkirik. Xan əmri ilə vergi yığan məmuru xeyrinə alınır da darğalıqdır, doğrudur. Xidmət müqavimində vergilərdən azad idi. Maaflar, bəli, bu maaflar burada deməli doğru cavab olacaqdır. Bəli, xidmət müqavimində vergidən azad olan maaflar idi. Elatlar da vergi və mükəlləfiyyət tamamilə sözü yanlışdır. Yəni müəyyən qədər az vergi ödəyirdi deyir. Yəni hərbi xidmətə görə az vergi ödəyir, amma tamamilə sözü yoxdur. 3-4 olacaq. Növbəti 13-cü suala baxaq. Latın imperiyasının yaradılması bilirik ki 1204-1261 4-cü Səlcuq yürüşü nəticəsində 3A variantı olacaq. Misirdə aparılmışdır hissəsinə baxaq. Misirdə aparılmışdır. Bəli, bu 4-cü Misirə planlaşdırılmışdır. Aparılmışdır nədir? Planlaşdırılmışdır 4-cü Səlib yürüşü. Sonra kralların iştirakı ilə başlamışdır 1-ci Səlib yürüşü və Bizansla müqavilə imzalayan 1-ci Səlib yürüşü 1147-1149-da 2-ci Səlib yürüşüdür. Beləliklə 13-də doğru cavab olacaqdır. 1-ə D Bizansla müqavilə bağlanması, 2-yə Y, 3-ə də AB. İndi orada bir dənə C-yə birdən diqqət yetirir. Kralların iştirakı ilə yox, birinci Səlib yürüşündən söhbət gedir.
kəndlilər başlamışdı. Pyotr adlı bir kəndli başlatmışdı. Sonradan krallar başlayır. Krallar davam edir daha doğrusu. Deməli, doğru cavab 1-dir. 1-də 2-yə 3-ə AB. Osmanlı İmperiyasının ərazi bütövlüyünə zəmanət verilir. Osmanlı Qaradəniz bütün ölkələrin hərbi gəmilərinə qapalı elan edilirdi. Söhbət Paris müqaviləsindən gedir. Paris müqaviləsinin şərtlərində əks olunurdu ki, Avropa dövlətləri Osmanlı İmperiyasının daxili işlərinə qarışa bilməzdi. Bəli, bu vardı. Deməli, 14-cü sualda bir doğrudur. Bosfor və Dardanel boğazları məsələsi yoxdur. Bunun üzərindən keçirəm. Rusiya Qaradənizdə hərbi donanma saxlaya bilməzdi. Bu da doğrudur. Və Moldav, Valaxiya Osmanlı himayəsinə verilməsi bu Parisdə deyil. Hansı ki, Rusiya Qaradənizdə donanma saxlama hüququndan məhrum olur. 1856-da, 71-də yenidən bərpa olunmuşdur. İndi gəlirik xronoloji ardıcıllığa. Səfəvi dövlətində əhalinin siyahıya alınması. Əhalinin siyahıya alınması 1699. İsfahanda növbəti Səfəvi Rusiya ticarət müqaviləsi imzalanması 1717. Daha sonra gəlirik Kəmaləddin İngilislərlə Səfəvi dövləti arasında Səfəvi ipəyinin satışı ilə bağlı müqavilə imzalanması 1565. 4-də Kəmaləddin Behzad Saray Kitabxanasının rəhbəri təyin edilmişdi 1522. Rusiyanın rəsmi olaraq Azərbaycan ipəyini Xəzər Volqa yolu ilə Qərbi Avropaya daşımaq hüququnun ələ keçirməsi 1667. Deməli, burada başlayanda biz belə başlayırıq. Burada birinci 4, bəli 4, deməli 4-dən başlayırıq. 1522, 4, 3, bəli 3, 5, 1, 2. Bəli, A variantı olacaq. Gəlirik 16-cı suala. İlk dəmir yol xəttini neçənci ildə? 1880-da. 17-də xronoloji ardıcılığı deyil, müəyyən edin. Əks-inqilabla mübarizə təşkilatının yaradılması, biz götürəcəyik bunu hansı ilə? Əlbəttə ki, 1919-cu ilin iyun ayına. Sonra bu da 19-un iyunu. Naxçıvan general qubernatoru 19-un fevralı. Aras Türk Respublikası 1918-ci ilin deməli noyabrdan 19-un martına qədər. Qarabağ general qubernatoru 19-un yanvarı. Deməli, burada 3, 1, 2, bir dəqiqə, 3, 4, 1, 2, 1. C bəndi olacaq. Növbəti suala baxırıq. Daha gec baş vermişdir. Bağdadın Səlcuqlar tərəfindən tutulması 1055. Osmanlıların ilk dəfə Venesiya ilə müharibə aparması 1481-dən 2-ci Bəyazidin dövründən götürə bilərik. Xarəzmşahlar tərəfindən Xorasan, Rey və Həmədanın ələ keçirilməsi burada olacaqdır. 1194-cü il Xarəzmşah Təkəş tərəfindən ələ keçirmişdir. Ağqoyunlu dövlətində soyurqal torpaq mülkiyyətinin məhdudlaşdırma siyasətinin yeridilməsi bu 1496 götürə bilərik Gödək Əhmədin dövründə. Samur çayı sahilində baş verən döyüşdə Şeyx Cüneytin öldürülməsi 1460. Daha gec baş verən hadisə burada oldu 1496-cı il D bəndi. Almaniyada 19-da 1524-1525-ci il kəndli müharibəsinin Avropada baş verən digər üsyanların əsas fərqi şəxsən azad olan kəndli də təhkimli hala salanda A variantı olacaq burada cavab. Növbəti suala baxaq. Şirvanşah 3-cü Mənçöhrün dövrünə aiddir. 3-cü Mənçöhrün hakimiyyəti dövründə o İraq Səlcuq Sultanlığı ilə dostluq əlaqələrini pozur və Gürcülərlə yaxınlaşır və hətta birləşərək onlar İraq Səlcuq Sultanlığının 1123-cü ildə yürüşündə onu məğlub etmişdir. Doğru cavab C-dir. Paytaxtın Bakıya köçürən 1-ci Axıstanlı Xarəzmşahlar hücumuna məruz qalan heç bir Şirvanşah hökmdarı olub 3-cü Fəribürs. Şirvanşah Gürcü çarı 1-ci Demetrin hücumuna məruz qalmamışdı. Ondan dostluq münasibəti var idi. Tiflis müsəlman əmirliyinə yürüş etməmişdir. 1-ci Aleksandr və 1-ci Nikolayın fəaliyyətinə aid ümumi cəhəti müəyyən edin. Fransız hərbi qüvvələri ilə mübarizə aparması. Burada 1-ci Aleksandr bəli 1807 biz
Tilsit müqaviləsini 1812 Baradina döyüşündə deyə bilərik. 1-ci Nikolay da 1854-cü də Almaçay döyüşündə, yəni Krım müharibəsində mübarizə aparmışdır. Yəni Krım müharibəsi. Qacarlar dövləti ilə mübarizə aparan həm 1-ci Aleksandrdır, hansı ki Türkmençay müqaviləsini, Nikolay isə Aleksandr Gülüstan, Nikolay isə Türkmençay müqaviləsini imzalamışdır. Doğru cavab 1-2-dir. Azərbaycan xanlıqları ilə müqavilə bağlayan Aleksandr olub, amma Nikolay olmayıb. Qara dəniz çıxış uğrunda mübarizə aparan da heç biri. 22-də 15-ci əsr memarlıq abidəsinə aiddir. Burada biz əlbəttə ki Şirvanşah saray kompleksi aiddir. Göy məscid, Qeysəriyyə 8-5 dairədir. Şah Abbas məscidi isə 17-ci əsrin əvvəlinə aiddir. D-bənd olacaq. Uyğunluqdur, gözlənilmişdir. Baxaq, Orta Yunanistanda yerləşir Mikena və Lakonika deyil. Mikena və Lakonika Cənubi Yunanistandaydı. Kritlər ticarət əlaqələri Finikiya və Babil Misirdə edirdi. Bu doğrudur. Yaxşıların hakimiyyəti adlanırdı. Pleybeylər yox, aristokratlar. 7-ci əsrdə tiranlıq yox, 6-cı əsrdə dağılır. Yunan koloniyaları yaradıldı. Eradan əvvəl 8-ci əsrdən etibarən. Bunun üzərinə çıxırıq, qalır B. 7-ci əsr Ərəb xilafəti və 16-cı əsr Roma dövlətinə aiddir. Hər ikisinin oxşar cəhəti Bizansı özünə asılı vəziyyətə salmaları bu Osmanlıya aid ola bilməz. Çünki 15-ci əsrdə Bizansın varlığına artıq son qoyulmuşdu. Şimali Afrikada xeyli ərazi tutulması hər ikisinin bəli oxşar tərəfidir. Belə bu qədər. Növbəti suala keçdikdə İspaniya və Fransa arasında bölüşdürülən ərazi olacaq Navarra. 1-ci Vilhelmə aid olan variantı feodalların hərbi xidmət müddəti azaldılmır. Bu yanlış məsələdir. Qara ölüm epidemiyası onun dövründə deyil, 13-14-cü əsrdədir. Kəndlərin təhkimçilikdən azad edilməsi sürətlənmir, daha da təhkimli vəziyyətə düşürlər. Mülki idarəçilikdə əsas vəzifələr və normallar təyin edildi, doğrudur. Anglikan kilsəsi də 16-cı əsrdə yaranmışdı. 27-də şəhər sənətkarlarından pul ilə alınan vergi adlanırdı tamğa, bəli, doğrudur. 13-14-cü əsrdə B-də sənətkar birlikləri adlanırdı, əsnaf deyil. Burada olacaq əxilik. Doğru cavab olacaqdır B bəndi. Xan və S-də yazılır ki, xan və ailəsinə məxsus torpaqlar adlanırdı, inci düzdür. Əvvəllər köçər maldarlar ödəyirdi, qovçur düzdür. Y-də də deyir ki, 1303-cü ildə Qazan xanı fərmanı ilə kəndlər öz yaşayış yerlərinə təhkim edildi, düzdür. 28-ci suala baxırıq. Əks-inqilabla mübarizə təşkilatı, bu təkrar sualdır. Gəlin 29-a baxaq. Konstantin Yuli Sezar. Bu açıq sualdır. Deməli, Avropa və Asiya, Afrikada müharibələr aparan Yuli Sezardır. Deyir ki, Avropa, Asiya və Afrikada müharibələr apararaq Romaya gəlmişdir. Bura 2-yə A-dır. 4-cü əsrin 30-cu illərində hakimiyyətdə olan Konstantindir. 2-yə B. Senatın hərbi qüvvələri ilə müharibə aparan Yuli Sezar idi. 2-yə S olacaqdır. Deməli, 1-ə B, 2-yə AS. Vizantinin paytaxta çevrilməsi Konstantindir. B-D. Spartakın başçılığı ilə eradan əvvəl 74-cü ildə baş verən üsyan heç birinə aid deyil. B, 1-ə B-dir, 2-ə AS olacaq. 30-cu suala baxırıq. 1803-cü ilin antlı öhdəliyi haqqında sazişə aid deyil. Cəmaətlıq daxili muxtariyyəti saxlanılır, doğru. Cəmaətlıq Rusiya xəzinəsinə ipəklə xərac verir, doğru. C-də deyir ki, cəmaətlıq öz ərazisinə Rus qoşunlarını yerləşdirməli və Rusiyaya əmanətlər və gürovlar verməlidir, doğru. Cəmaətlıq xarici müstəqillik saxlamaqla Rusiyanın himayəsi xarici yox, daxili müstəqillik olmalı idi. Cəmaətlıq ərazisində keçən karvan yolundan təhlükəsini təmin etməli idi, düzdür. 31-də deyir ki, yanlış variantı müəyyən edin. Qonşu tayfalar Uruq şəhərində mühasirə edən zaman Ermerkar kömək üçün Arat da hökmdarına müraciət etmişdir, düzdür. Sonra burada deyir ki, Şumerdən Aratdaya qızıl, gümüş, lacivert daşı gətirilir. Şumerdən yox, Aratdadan Şumerə qızıl, gümüş və lacivert daşı aparılırdı. B-dir, digər variantlar isə doğru cavab olacaq. 32-də deyir ki, 20-ci əsrin 50-ci illərində aid olan hadisələri tapın. Baxaq, burada məsələn 5-dən gəlin başlayaq. Almanyada iqtisadi möcüzələrin memarı istefa verməsi. Bu 1963-dür. Bu 5-i buradan çıxaq. Türkiyə NATO-ya daxil olub 1952, bu doğrudur. Böyük Britaniya Avropa İqtisadi Birliyinə daxil olması 1973. 3-ü də çıxırıq buradan. Bu aid oldu 70-ci illəri. Fransada 5-ci Respublika dövrünün başlaması, deməli, burada 5-də çıxdıq. Fransada 5-ci Respublika 1958-ci ildə başlayır və indiyə kimi davam edir.
Təklif etdiyi konstitusiyanın qəbul edilməsi də 1958-dir. Yəni 1, 2, 4 olacaq cavab A bəndi. 20-ci, 10-cu əsrin 40-cı illərində Salarilər dövləti və 11-ci əsrin 30-cu ildə Şirvanşahlar dövləti üçün ümumi cəhət. Hər ikisi də Slavyanların yürüşünə qarşı mübarizə aparıb C bəndi olacaq. Növbəti suala baxırıq. 34-də 1-ci Səlim və 1-ci Süleymana aid oxşar cəhəti müəyyən edin. 16-cı əsrin 1-ci yarısında hakimiyyətdə olmuşdular. İkinci yarısında. İkinci yarısında, baxın, 1-ci Səlim 1512-ci ildən 1520-yə qədər hakimiyyətdə olub, o 1-ci yarısındadır. Amma Süleyman 2-ci yarısında da hakimiyyətdə olmuşdur. Səfəvilərin dini mərkəzi haraydı? Ərdəbil. Ərdəbil şəhərini tabe etməsi yanlışdır. Səfəvi hökmdarı 1-ci Təhmasibə qarşı mübarizə aparan Süleyman idi. Səfəvilərin paytaxt şəhərini ələ keçirməsi, bəli, paytaxt şəhərini ələ keçirməsi Səfəvilərə paytaxt, yəni Təbrizi hər ikisi ələ keçirmişdir. Burada cavab olacaqdır D bəndi. Misir məmlükləri, burada mələkləri yazılıb, məmlükləri ilə mübarizə isə Səlimə aiddir. Düzgün olmayan, 35-də düzgün olmayan fikri müəyyən edin. Albaniyanın Kampsena vilayəti İberlərlə həmsərhəddir. Kasplər haqqında ilk məlumat eradan əvvəl 5-ci əsrə aiddir. Albaniya dövləti ilk dəfə Roma müttəfiqinə çevrilib 4-cü əsrdə. Albaniya ilk dəfə Romanın müttəfiqinə 4-cü əsrdə çevrilməmişdir. Hansı ki, bu Tiberinin hakimiyyəti dövründə qeyd olunur ki, Tiberi Parfiya və İberlərə, İberlərə və Albanlara Parfiyaya qarşı mübarizə aparmaq üçün yardım göndərmişdir. Hansı ki, biz bunu qeyd edə bilərik, hansı ki, deyir, Artabanla mübarizə aparmaq üçün 1-ci əsrin məlumatında qeyd olunmuşdur. Yəni, bu 4-cü əsrdən əvvələ aiddir. Doğru cavab C bəndi olacaq. Deməli, Albaniyanın Kampsena vilayəti İberlərlə həmsərhəddir, düzdür. Kasplər haqqında ilk məlumat 5-ci əsrdə düzdür. Eradan əvvəl 5-ci əsrə aiddir. Deyir də, Atrapatın arxalanıb güvəndiyi tayfalardan biri Saklardır, doğrudur. Azərbaycan şimalı Sasani məzbanlar tərəfindən idarə edilməsi doğrudur, 5-ci əsrdir. Yəni, 463-cü ildən 487-yə qədər idarə edibdirsə əgər, biz deyirik ki, bəli, 5-ci əsrdə məzbanlar tərəfindən idarə edilirdi. Sonra 36 Alban memarlığına aid deyilir. Ümumiyyətlə, Alban memarlığı 3-7-ci əsrlərdir. Gəlin bir baxaq. Cavanşir qalası aiddir, Amaras monastırı aiddir. Deməli, Sündü məscidi, Xudafərin köprüsü, Oğlanqala, bunlar üçü də aid deyil. Bu 920, 1027 və Oğlanqala da dedik ki, 9-cu əsr lerikdədir. Bu isə 3-7-ni əhatə edir. Yerdə qalanlar da Cavanşir aiddir. Digərləri də bəli, Kiş məbədi var. Burada belə Narınqala var, Oğlanqala burada şərti pozur. Və burada memarlığına aid olmayan, daha sonra şərti pozmur, Narınqala, Gövurqala burada pozmuş olur. Və Narınqala. Növbəti suala baxırıq. 37-də erkən orta əsrlərə aid olmayan fikri müəyyən edin. Vikinglər Şimali Amerikaya gedib çıxmaları 1000-ci ildir. Bu olacaq 10-cu əsr. Erkən orta əsrlər isə dedik ki, neçənci əsrlərdə 3-11-ci əsrləri əhatə edəcəkdir. Zirehli atların cəngavərlərdən ibarət, burada və yaxud da Avropadan söhbət gedirsə, bu 5-11 olacaq. Deməli, zirehli atlardan cəngavərlərdən ibarət Avropa qoşununun təşkil edilməsi, bəli, bu da erkən orta əsrlərə aiddir. Müqəddəs Roma imperiyasının yaradılması 962, bu da erkən orta əsrlərdir. Xaçlılar tərəfindən Şərqi Romanın ələ keçirilməsi 1204, bu isə klassik dövrə aid olacaqdır, D bəndi. 38-də Suriyanın bəzi əraziləri Krit və Kiprın Şərqi Avropaya yenidən birləşdirilməsi 10-cu əsr. Zober və Asogen, bu da 10-cu əsrdə erkən orta əsrlərə aiddir. 38-də Zober və Asogenin birləşdirdiyi oxşar cəhət. Aşağıdakı sülaləsinin nümayəndəsi Zober deyil, Aranidir. Roma qaşınlarına qarşı mübarizə aparan Zoberdir. Alan yürüşlərinə məruz qalan heç biridir. Parfiya qoşunlarına qarşı mübarizə aparan heç biridir. Hakimiyyət dövründə paytaxtı Qəbələ şəhərdir, hər ikisinin oxşar cəhətidir. Xronoloji ardıcıllıq 39-cu suala baxırıq. Ərəblərin Cənubi Azərbaycana daxil olması 639, Turan taktikası 1605,
Hülaki səltənəti uğrunda mübarizə 1335, Qızıl Ordunun parçalanmağa başlaması 1395, Şirvanşahların Hülakilərdən asılı qəbul etmesi 1243. Bilək ki, burada bizə aid olacaqdır 1, 3, yox, 1, 3 yox, 1, 5, 1, 5'dən sonra 3, 4, 1, 5, 3, 4, 2. Doğru cavab olacaqdır C bəndi. Daha sonra sənət yürüşləri dövrünə aid olan məqamları seçin. Dövrünə aid. Klermon kilsə məclisi aiddir. Biri çıxırıq, biri çıxırıq. Aralıq dənizin qərb sahili yox. Şərq sahilində Qüds, Edesi, Antioxiya və Tripoli adlı dövlətlər yaratdı. Bu iki doğrudur. Edesinin tutulmasına cavab olaraq ikinci səlib yürüyüş olmuşdu. Yəni bu iki səhvdir. Bunu çıxaq. Papa 3-cü Inokenti yürüyüşlərin məsrəfini qarşılamaq üçün yeni vergi təyin etmişdir. Bu da doğrudur. 3-cü səhv yürüyüşündə İngiltərə, Fransa, Almaniya iştirak edib. Doğrudur. 3, 4, 5 olacaq. Yəni D bəndi. 41'ə baxırıq. Kritdə Kronos sarayı tikilmişdir. Düzdür, uyğunluğu müəyyən edin deyir. Bütün tanrıların məbədi adlanırdı Panteon. Roma poeziyasının qızıl dövrü adlanır. Eradan əvvəl 1-ci əsrdə, eranın 1-ci əsrin əvvəlinə qədər idi. Düzdür. Panteon məbədi Yunanistanda deyil, Romada yerləşir. 1, 3 olacaq doğru cavab. Justinian və Məlikşaha aid oxşar cəhət. Justinianla Məlikşah. Aha. Ölümlər və Şimali Afrikada xeyli ərazi ələ keçirən heç biri. Ön Asiyaya hücum etməsi heç biri. Ön Asiyaya hücum edən Məlikşah idi. Suriya ilə Fələstin tutmuşdu. Hakimiyyəti dövründə dövlətin zəifləməsi. Suriya, Fələstin. Hakimiyyəti dövründə dövlətlərinin zəifləməsi. Dövlət daha da çiçəklənir. Əslində Ərəb xilafətlə diplomatik münasibətlərin qurulması heç biri. Ölümlərindən sonra dövlət zəifləmişdi. Bu doğrudur. Y bəndi olacaq. Burada bizim digər sualımız nədir? Digər sualımız 43-cü sualdır. Fatih II. Məhəmməd və Teymuri Əbusəidə aid ümumi cəhəti müəyyən edin. Burada Fatih II. Məhəmməd və Teymuri Əbusəidə aid ümumi cəhəti müəyyən edin deyəndə biz burada nə götürəcəyik? Aha, bəli, davam edək indi. Fatih II. Məhəmməd və Teymuri Əbusəidə aid ümumi cəhət. Burada Qaraqoyunlu Cahanşahla əlaqələr qurulmasıdır. Bəli, A variantı olacaqdır. Fatih II. Məhəmməd Cahanşahı deyir ki, hökmdar kimi tanıyır. Əbu Səidlə əlaqələrin də yaradılması Əbu Səid hissəsində Teymur dövlətində bu haqda məlumat verilmişdir. Trabzonun fəthi Fatih II. Məhəmməddir. 15-ci əsrin 70-ci illərində hakimiyyətdə olması. Ümumiyyətlə, gəlin bu məsələyə diqqət yetirək. Fatih II. Məhəmməd 1451-1481-ci illərdə hakimiyyətdə olmuşdur və həmçinin gəlin indi baxaq Əbu Səidə. Əbu Səid isə hakimiyyətdə olmuşdur 1451-dən 1469-a qədər, o 70-də deyil. Paytaxtın dəyişdirilməsi 2-ci Məhmədə aiddir. İstanbula, yəni Konstantinopola köçürür. Ağqoyunlu bəli ilə müharibə aparılması bu aid olacaqdır 2-ci Məhmədə. Doğru cavab oldu A bəndi. Ağqoyunlu və Qaraqoyunlu dövlətin idarəçi sisteminə aid deyil. Əlbəttə ki, vəkil digərlərə aiddir. Vəkil Səfəvilər dövlətində ikinci şəxsdir. Həm eradan əvvəl, həm də bizim erada hakimiyyətdə olan Atropatena hökmdarı kimdir? Bu əlbəttə ki, Aryo Barzandır. Doğru cavab olacaqdır burada D bəndi. Alban ilahəsinin qızıldan heykəli hazırlanmışdır. Nə vaxt? Bir dəqiqə. 38-39. Aha, düz gəlmişik mi? Aha, gəlmişik. 46-da qeyd olunur ki, Alban ilahəsinin qızıldan heykəli Lənkərandadır. Eradan əvvəl 1-ci minilliyə aiddir. 47-də Sasanilər dövründə nəsli torpaq sahibliyi necə adlanır? Dastakertdir. Hansı hadisədən sonra Türk İslam amili Cənubi Qafqazda qəti olaraq möhkəmlənir? Səlcuqların Azərbaycana gəlişi ilə A bəndidir. Gürcü 49-da Gürcü və Eldənizlərin tərkibində olan torpaqlara olan iddiadan nə vaxt əl çəkdi? 1163-cü ildə. 50-ci sualda Qaravul və Təvaçiyə aid olan hissəni tapmalıyıq biz burada. Burada diqqət yetirəcəyimiz məqam nədir?
Burada Qarabol kəşfiyyat işini həyata keçirən şəxsdir. Məsələn, burada kəşfiyyat işini həyata keçirən, baxaq görək hardadır. 15-ci əsrdə kəşfiyyat işini həyata keçirir. Bəli, 1-ə D-dir. 2-yə baxaq. Təbaçı da qoşun toplayan şəxsdir. 2-yə də B olacaq. Səfəvilər dövründə xüsusi kəşfiyyat dəstələri deyildi. Heç biri müharibə zamanı elatlardan toplanan qoşunlar idi. Bu da deyil. Şəhərlər heç birinə aid deyil və burada doğru cavab 1D, 2-yə B olacaqdır. Test izahı bu qədər. Ümid edirəm ki, hər kəs üçün faydalı olar.